Çox sərfəli bir qiymətə belə bir Chevrolet Cruze satışa çıxartmışıq. 2013-cü il buraxılış, 1.4 benzin mühərrik. Maşınımızın qiymətini videonun sonunda qeyd edəcəm. Arxa krılosunda və ön kapot hissəsində çox cüzi kosmetik işə ehtiyacı var. Maşınımız polnu full komplektasiyadır. RTZ RS. VIN kodda ön hissədən yüngülcədə ilə gətirilib. 2014 VIN kodudur. Maşının motorunda, korobkasında heç bir problem yoxdur. Təkərləri dördü də qaydasında. Hər bir funksiyası işlək vəziyyətdədir. Salon hissəsini təqdim edeyim sizlər üçün. Koca salon, böyük monitor, silinli silcilər. Salon hissəsi bu qaydada. Çox sərfəli bir qiymətə belə bir Chevrolet Cruze satışa çıxartmışıq. 2013-cü il buraxılış, 1.4 benzin mühərrik. Maşınımızın qiymətini videonun sonunda qeyd edəcəm. Arxa krılosunda və ön kapot hissəsində çox cüzi kosmetik işə ehtiyacı var. Maşınımız polnu full komplektasiyadır. RTZ RS. VIN kodda ön hissədən yüngülcədə ilə gətirilib. 2014 VIN kodudur. Maşının motorunda, korobkasında heç bir problem yoxdur. Təkərləri dördü də qaydasında. Hər bir funksiyası işlək vəziyyətdədir. Salon hissəsini təqdim edeyim sizlər üçün. Koca salon, böyük monitor, silinli silcilər. Salon hissəsi bu qaydada. Çox sərfəli bir qiymətə belə bir Chevrolet Cruze satışa çıxartmışıq. 2013-cü il buraxılış, 1.4 benzin mühərrik. Maşınımızın qiymətini videonun sonunda qeyd edəcəm. Arxa krılosunda və ön kapot hissəsində çox cüzi kosmetik işə ehtiyacı var. Maşınımız polnu full komplektasiyadır. RTZ RS. VIN kodda ön hissədən yüngülcədə ilə gətirilib. 2014 VIN kodudur. Maşının motorunda, korobkasında heç bir problem yoxdur. Təkərləri dördü də qaydasında. Hər bir funksiyası işlək vəziyyətdədir. Salon hissəsini təqdim edeyim sizlər üçün. Koca salon, böyük monitor, silinli silcilər. Salon hissəsi bu qaydada.